ötən gecə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yeraltı sərvətlərə dair memorandum imzaladı. Amma hörmətli tamaşaçılar, qeyd eləmək istəyirəm ki, bu sadəcə memorandumdur. Biz bunu tərəflər arasında bağlanmalı olan sazişlə səhv salmamalıyıq. Bəs saziş özü nə vaxt imzalanacaq? Donald Trumpın ötən gün bildirdiyinə görə bu sazişin yekun mətni aprelin 24-də imzalanacaq tərəflər arasında. Memorandum isə bu saziş çərçivəsində tərəflərin bir növ niyyətini özündə əks elətdirir. Ötən gün Donald Trump İtalyan lideri Giorgia Meloni ilə mətbuat konfransı keçirdi Ağ Evdə və burada bir sıra məsələlərə toxundu. Elə toxunduğu məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsi idi və bildirdi ki, Donald Trump Rusiyadan cavab gözləyir bu həftə ərzində Ukraynada atəşkəslə bağlı. Biz də indi yaxın günlərdə görəcəyik Rusiya bu təkliflərə, ümumilikdə Amerikanın atəşkəslə bağlı təkliflərinə hansı cavabı verəcək. Trump onu da vurğuladı ki, bir həftə ərzində bu müharibədə 2500 nəfərə yaxın insan həyatını itirir. Məhz bu səbəbdən tezliklə müharibəni dayandırmaq vacib və zəruridir. Trumpın toxunduğu məsələlər arasında İranla münasibətlər də yer alırdı. Bununla bağlı jurnalistlər çoxsaylı suallar ünvanladı. Xüsusilə Amerikanın İrana hücum məsələsi ilə bağlı maraqlı məsələ ondan ibarətdir ki, Donald Trump bildirdi ki, Tehranın nüvə proqramına görə Vaşinqton hələ ki İrana hücum etməyi planlaşdırmır. Yəni bu prosesi həyata keçirməyə tələsmir. Çünki Donald Trump hələ ki inanır ki, Tehran yaxın günlərdə, yaxın müddətdə Amerika Birləşmiş Ştatları ilə razılığa gələ biləcək. Xüsusi olaraq xatırlatmaq istəyirəm ki, ötən gün Omanın Xarici İşlər Nazirliyi açıqladı ki, aprelin 19-da Amerika Birləşmiş Ştatları və İran İslam Respublikasının nümayəndələri arasında danışıqların ikinci turu 19-u keçiriləcək aprelin 19-unda və İtaliyanın paytaxtı Romada baş tutacaq bu danışıqlar. Hörmətli tamaşaçılar, bugünlük bizdən bu qədər. Növbəti efirlərdə sizə daha ətraflı məlumatlar verəcək siyasi dünyada baş verən hadisələrlə bağlı. Sağ olun, salamat qalın.